Hər vaxtınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmraslanova Cəmalə. Bugün sizlə 6-cı sinifin 20-ci mövzusu olan südlü xörəklərin hazırlanma texnologiyası mövzusu haqqında məlumat verəcəyim. Baxın müəllimlər. Süd nədir? Süd əlbəttə ki, deməli ev heyvanlarından alınmış təbii xam maldır. Hansı ki, qoyun, keçi, inək südünü misal göstərmək olar ki, biz adətən onların vasitəsilə qidalanırıq. Üstünlüyü də ki, təbii ki, inək südünə veririk. Deməli, süd çox qiymətli qida məhsuludur. Tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr mövcuddur. Süd müxtəlif yaş dövrləri üçün qida rasionuna mütləq daxil edilməlidir və adətən uşaqlar və yaşlılar üçün daha qiymətli qida məhsulu hesab edilir. Və təbii inək südünün tərkibində zülal, A, B, B2, PPC, D vitaminləri mövcuddur. Onun vasitəsilə biz sadəcə içki kimi istifadə etmirik. Eyni zamanda ondan yağ kəsmik, xama, qatıq, şirin kəsmik, pendir kimi deməli qida ərzaqlarını hazırlaya bilirik. Və adətən biz sadəcə inək südü deyil, eyni zamanda qoyun, camış, ət, dəvə, maral kimi digər heyvanların südündən də istifadə edirik. Və süddən alınmış ərzaqların keyfiyyəti onların xarici görünüşündən, rəngindən, iyindən, qatlığından asılı olaraq dəyişir. Köhnə ərzaqlarda da mütləq şəkildə xoşagəlməz iyi olur, qoxu olur ki, onun vasitəsilə biz artıq bilirik ki, bu məhsul köhnədir və yaxud təzədir. Köhnəlmiş süd turşuyur, qatlaşır. Xarab olmuş xama acı dad verir. Kəsmin səthi isə sürüşkən olur. Südü və süddən alınmış ərzaqları soyuducuda və yaxud soyuq bir otaqda saxlama müddətinə ciddi əməl etməklə, ciddi riayət etməklə saxlamaq lazımdır. Deməli, 4-8 dərəcədə 20 saat südü saxlaya bilərik. Xamanı 72 saat, kəsmiyi 36, kərə yağını 10 gün saxlaya bilərik. Və ev şəraitində də südün keyfiyyətini qaynatma yolu ilə yoxlamaq olar. Təzə süd hamar olur və çürümür. Deməli, müəllimlər, süd kombinatları belə deyim də satışa pasterizə və sterilizə edilmiş şəkildə çıxarılır. Pasterizə edilmiş süd nədir? Hansı ki, burada xəstəlik törədən bakteriyalar öldürən 72-75 cc dərəcəyə qədər qızdırılaraq əldə edilmiş süddür. Bu emal zamanı ərzağın keyfiyyətinin minimal dəyişikliyi baş verir və pasterizə edilmiş südü 0-6 cc dərəcə temperaturda 2 gündən 5 günə qədər saxlaya bilərik. Yəni, bu pasterizə edilmiş südü 72-75 cc dərəcədə qızdıran zaman sadəcə xəstəlik törədən bakteriyalar ölür. Ancaq sterilizə edilmiş südü yüksək temperaturda qızdırırıq. Bu zaman 120-140 dərəcədən istifadə edirik. Eyni zamanda qızdırılma zamanı həm xəstəlik törədən bakteriyalar, mikroblar ölür, həm də orqanizm üçün xeyirli maddələrin də bir qismi sterilizə zamanı ölür. Və sterilizə edilmiş südü germetik, yəni ağzı kip bağlanmış qabda uzun müddət 4 aya kimi saxlamaq mümkündür. Və pasterizə edilmiş süd sterilizə edilmişdən daha xeyirli hesab edilir. Süddən çoxlu sayda yeməklər hazırlamaq olur. Hansı ki, birinci, ikinci və şirin yeməklər, souslar da əldə etmək mümkündür. Südü çörək və qənnadı məmulatlarını əlavə edirlər və hansı ki, bunun üçün müxtəlif növ termiki emallardan süd keçirilməlidir. Uzun emaldan sonra 95-98 cc dərəcədə pasterizə edilmiş süddən bişirilmiş süd əldə edilir. Tərəvəz, makaron məmulatları, yarma ilə hazırlanmış süd şorbaları, sıyıqlar üçün adi, bişirilmiş və konservləşdirilmiş, quru, qatlaşdırılmış süddən istifadə edirlər. Quru südü 1 stəkan suya 1,5 xörək qaşığı hesabı ilə götürürük və əvvəlcə süd tozunu az miqdarda ilıq su ilə həll edirik. Daha sonra yavaş-yavaş su əlavə edərək tam həll olunana qədər qarışdırırıq. Qatlaşdırılmış südü isə deməli belə deyim də 2 xörək qaşığı götürülür qatlaşdırılmış süddən və 1 stəkan suda, qaynadılmış suda əlavə edilir və qarışdırılır. Südlü şorba və sıyıqların hazırlanma texnologiyası necədir? Bu zaman yarmadır, makaron məmulatlarıdır və yaxud da ki, tərəvəzləri ayrıca bir suda yarı bişmiş vəziyyətə qədər qaynadırıq. Quru və ya qatlaşdırılmış südü suda həll edirik. Südü qaynatmaq
Ona yarma, makaron, tərəvəz əlavə edib duzlayıb tam hazır olana qədər bişiririk. Əgər üzlü süddən istifadə ediriksə, ona su əlavə etmirik. O zaman qaynayan südə duz, qənd, yarma, makaron və digər tərəvəzləri əlavə edib hazır olana qədər bişiririk. Süd yeməklərini hazırlamaq üçün xırda, həcmi 1,5-2 litr olan qazan götürürük. Südü metal qabda qaynadırıq, şüşə və minalı qabda saxlayırıq. Bəs hazır yeməklərin keyfiyyətinə verilən tələblər hansılardır? Belə ki, süd yeməkləri yeməyin növünə uyğun qatlığa malik olmalıdır. Hansı ki, şorbalar mütləq duru, sıyıqlar qatı və ya duru olmalıdır. Şorbanın tərkibinə daxil olan ərzaqlar formasını saxlamalıdır. Südlü şorba və sıyığın rəngi ağ olmalıdır. Şorba və ya sıyıq az şəkərli, duzsuz olmalı, yanmış südün tamını verməməlidir. Süd şorbalarını isti vəziyyətdə dərin boşqablarda veririk. Şorba və sıyıq olan boşqaba bir tikə kərə yağı qoymaq lazımdır. Süd sıyıqlarını isə xırda boşqablarda vermək lazımdır. Süfrəyə verməmişdən öncə ona mütləq kərə yağı əlavə edilməlidir. Köhnə kitablarda zoğal mürəbbəsi ilə südlü düyü sıyığının hazırlanması üçün texnoloji xəritə var. İndi bəzilərimizdə ola bilər texnoloji, deməli, həmin köhnə kitab yoxdur. Deməli, ona görə sizə xatırladıram bunu ki, mütləq öyrənin. Deməli, bu zaman düyüdən, süddən və zoğal mürəbbəsi, həmçinin duzdan istifadə edilir. Süd 3 stəkan və mütləq həmin 3 stəkan südü qaynadırıq qazanda. Düyünü 1 stəkan götürürük, yuyuruq, südə tökürük, 15-20 dəqiqə qatlaşana qədər qarışdıra-qarışdıra bişiririk. Bu zamanda qazandan və xörək qaşığından istifadə edirik. Zoğal mürəbbəsini 50 qram götürürük. Bu zaman hazır vəziyyətdə süd qarışığını əlavə edirik. Mürəbbə qabı və çay qaşığı istifadə edilir. Duzu isə zövqə uyğun olaraq süd qarışığını əlavə edirik. Bunu da çay qaşığı vasitəsilə. Mövzumuz bu qədər. Asan, sadə mövzularımızdan biridir. Diqqətlə öyrənin, diqqətlə qulaq asın. Uğurlar hər kəsə. Kimlər deməli SMİQ və sertifikasiya imtahanına hazırlaşıb ixtisas üzrə yüksək nəticə əldə etmək istəyirsə, şərh bölməsində qeyd eləyə bilər. Bəyənib abunə olub şərh bildirməyi unutmayın.